Salam məzləyicilər, bugünkü videomda sizlərə evdə olan ərzaqlarla cəmi 15-20 dəqiqəyə hazırlaya biləcəyiniz çox dadlı kurabiyə resepti bölüşürəm. Deməli, bunun üçün bir ədəd yumurtanı bir boş qaba tökürəm. Üzərinə 200 ml stəkandan yarım stəkan şəkər dozunu bura tökürəm. Və yarım çay qaşığı duzu da bura əlavə edib, bunları çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Qarışdırandan sonra üzərinə 50 qram duru yağını da töküb, təzədən bunları yaxşı-yaxşı qarışdırıram. Və ayrıca bir qabda 100 qram qatıq götürmüşəm, yəni yarım stəkan qatıqdır. Sizdə qatıq yoxdursa, əvəzində xama da istifadə edə bilərsiniz. Deməli, bura yarım çay qaşığı kimi soda töküb, bunları qarışdırıram. Və bayaqki yumurta ilə şəkər dozunun üzərinə tökürəm. Ardından üzərinə zövqə görə limon qabığını belə süd gəzdən gördüyünüz kimi keçirdirəm. İstəsəz zövqə görə bunun əvəzində portağal qabığından da istifadə edə bilərsiniz. Onda da çox gözəl dadlı olur. Deməli, bunları tezdən bir-birinə qarışdırıram. Və üzərinə 350 qram unu da əlavə eləyirəm. Məndə elə bir ki, düz 350 qram kimi un istifadə elədim burada. Amma sizdə ola bilər ki, unların növünə görə dəyişə bilər. Ola bilər ki, biraz çox getsin və yaxud da az getsin. Ona görə çalışın ki, unu bir dəfəlik tökməyin mənim kimi. Biraz az-az tökün ki, ola bilər ki, sizdə dediyim kimi çox və yaxud da az gedə bilər. Xəmir çox rahat yoğrulur. İndi özünüz də yoğuranda görəcəksiniz ki, artıq un demək olar ki, getmir üzərinə. Belə gördüyünüz kimi çox gözəl, yumuşaq, ələ yapışmayan bir xəmir alınır. Və xəmiri gözlətmirik. Tərkibində qabartma tozu olduğu üçün xəmiri yoğuran kimi, belə gördüyünüz kimi kiçik kündələr tuturam. Və kündələri artıq yağlı kağız sərdiyim sobaya yerləşdirirəm. Üzərlərini azca əlimlə bastırandan sonra bir ədəd yumurtanın sarısını belə fırça ilə kündələrin üzərinə çəkirəm. Zövqə görə axırda kurabiyələrin üzərinə belə gördüyünüz kimi biraz çay qaşığının ucunda şəkər dozunu tökürəm. Və qoyuram 180 dərəcədə 20-25 dəqiqə pişsinlər. Və artıq kurabiyələrin bişiblər hazırdır. Gördüyünüz kimi hazırlaması həqiqətən çox asandır. Dadına da söz ola bilməz. Mütləq siz də hazırlayın. Bu qədər. Sağ olun, salamat qalın.